Hər vaxtınız xeyir olsun. Bugün sizinlə ıslaq kek resepti ilə görüşə gəlmişəm. Çox dadlı, tez hazırlanan, 10 dəqiqədə hazır olub, ancaq çox bərəkətli bir kekdir. Gəlin birlikdə hazırlayaq. İlk öncə onu deyim ki, istifadə etdiyim bütün ingredientləri yarım saat öncədən soyuducudan çıxardırıq. 4 ədəd yumurta götürürəm. Onları qaba əlavə edib, üzərinə 2 stəkan şəkər tozu əlavə edirəm. Və mikser vasitəsilə yaxşı ağarıb, köpüklənənə qədər qarışdırıram. Və üzərinə 1 stəkan süd əlavə edirəm. Ardınca isə yarı stəkandan biraz artıq duru yağ əlavə edirəm. Bütün əlavə etdiyim məhsulları çırpıcı mikser vasitəsilə yenidən qarışdırıram. Mən 2 stəkan un əlavə etdim, ancaq məsləhətdir ki, unu az əlavə edəsiniz. O zaman kek çox yaxşı şişir. 1 paket qabartma və 1 paketdə şəkərli vanil əlavə edəcəm. Və sonda qalan unumuzu da əlavə edib yenidən mikser vasitəsilə qarışdıracağam. Üzərinə 2 dolu xörək qaşığı kakao əlavə edirik. Artıq keksimizin içərisinə əlavə olunan bütün məhsulları əlavə etdik. Bunu yaxşı qarışdırırıq. Soba listini yağlayırıq. Hazır olan məhsulu əlavə edirik soba listinə. Çalışın soba listiniz böyük olsun. Çünki bu keksimiz çox şişir, yəni çox bərəkətlidir. %180 dərəcəli öncədən isidilmiş sobaya bişirməyə göndərdik. O bişməyində olsun, biz sosumuzu hazırlayaq. Bir qabın içərisinə 2 stəkan süd əlavə edirik və 1 stəkan şəkər tozu. 1 stəkan da duru yağ əlavə edirik. Ardınca isə 2 dolu xörək qaşığı yenidən kakao əlavə edirik. Və 1 çay qaşığı isə nişasta əlavə edirik. Mən mısır nişastasından istifadə etdim və çırpıcı vasitəsilə qarışdırıb üzərinə 1 paket şəkərli vanil əlavə edib çox vam odda olan qazın üzərinə qoyuruq. Budur, köpüklənib oradan-buradan şişməyə başlayırsa demək ki, hazırdır, bişibdir. Bu arada keksimiz də bişib. Onu istədiyiniz formada doğrayırsınız. Mən kvadrat formada doğradım. Siz istəsəniz paxlava formasında da doğraya bilərsiniz. Və hazır olan keksimizi üzərinə isti-isti həmin hazırladığımız o sosu əlavə edirik. Qeyd edim ki, açıqlama bölməsində istifadə etdiyim bütün məhsulları, deməli ölçülərini açıqlama bölməsində qeyd edəcəyəm. Bıçaq vasitəsilə kəsdiyimiz hissələrdən sosun yaxşı yeridilməsi üçün bıçaq vasitəsindən kömək edirik ki, yaxşı yeridilsin. Budur, hazırdır. Hazırlayan olsa öncədən nuş olsun deyirəm. Kanalıma isə abunə olmağı, like etməyi unutmayın. Hələlik.